Azərbaycan insanı xoşbəxt deyil. Azərbaycan insanı təlaş içindədir. Azərbaycan insanı bilmir sabah necə olacaq. Elə bir vəziyyət yaradıblar ki, qoy insan səhər yemək yeyəndə fikirləşsin ki, günorta nə yeyəcəm? Günorta yeyəndə fikirləşsin ki, axşam nə yeyəcəm? Axşam yeyəndə də sabah tezdən fikirləşsin. Bunu yeməkdən başqa heç nə düşünməsin. Yeməkdən başqa heç nə düşünməsin. İnsanlar da düşünmək istəməyən insan üçün də buna gözəl bəhanə. Azərbaycanda kim öz işi ilə məşğul ola bilmirsə, olur vətənpərvər. Özürsən, yəni 52.000 yalanı, günahı, oğurluğu, quldurluğu var. Mən vətəni sevirəm. Vətəni sevirəm, bunu qoy qırağa. Sən vətəni sevən adam bu şeyləri eləməz axı. Ona görə də mən belə, ay cəmaət, mən vətənimi sevirəm, ay cəmaət, mən dövlətimi sevirəm filan. Vətən də, dövlət də insandır. Əgər bu insan burada xoşbəxtdirsə, bu insan burada rahatdırsa, bu vətən xoşbəxtdir, bu dövlət xoşbəxtdir.